Herkese Avropadan salamlar. Deməli dostlar, bugün ayın 6-sı. İşə gedirəm. Mən işimi də göstərəcəm sizə. Baxın, görün nələr var. Bu da dəli qız. 7 nəfərlik Citroen Fransa istehsalı. Deməli dostlar, mənim işim neydən ibarətdir? Dəqiqə, hər yer kameradır, remeni vurmaq lazımdır, öz təhlükəsizliyin içində. Deməli dostlar, mən könüllüyəm. Avropanın könüllülərində çalışıram. İndi işim Fransadadır. Mən sizə Fransanın işimi göstərəcəm. Nədir bu iş? Bizim işimiz, azca sizə danışım, sonra təcrübədə də göstərəcəm, praktikada. Mənim işim fərqi yoxdur, Avropalısan, gəlməsən, əgər gəlirin azdırsa, 1500 avrodan, sən bizim idarədən gəlib yiyəcək götürürsən, produkt deyim də sizə, hər bir şey, ət, balıq, bir insanın həftə içində nə yeməlidir ki, ömrü uzansın, biz onunla insanları təmin edirik. Və onu sizə göstərəcəm. Baxın, görün nələr var. Fərqi yoxdur, sən dediyim kimi Avropalısan, ya gəlməsən, qaçqınsan. Bizim işimiz qaçqınlara qulluq eləməkdir, gəlmələrə, Avropalılara. Yəni biz o fikirləşirik ki, insan evində ac yatmasın, insan yesin, ac insanın yaxşı əhval-ruhiyyəsi olmur. Bunu bilirsiniz hamınız. Ona görə də bu ölkə bunu fikirləşir ki, oğurluğun qarşısı alınsın. Ondan sonra başqa insanlar hərəkət eləməsinlər, heç kim az gəzməsin, hamının yeməyi olsun evində. Bəli, dostlar, mən sizə indi bunları göstərəcəm. Bugün işim Fransadadır, Almaniyada da göstərəcəm sizə. İndi müəyyən vaxtdan sonra, irəliləyən vaxtlarda, zaman olduqca, imkan olduqca. Dostlar, bura Strasburg şəhəridir, Avropanın paytaxtıdır. Deməli, bu evlərin yoxdur, 1 milyon avro hərəsini